Ümumdünya Şəhərsalma Forumunun sonuncu günündən salamlayıram sizi. Bugün forumun rəsmi bağlanış mərasimi keçiriləcək. Həmçinin bu münasibətlə mətbuat konfransı da keçiriləcək və burada müəyyən mövzular müzakirə olunacaq. İstəyirəm ki, forumun son günündən bağlı qonaqlarımızın təəssüratını öyrənək. Welcome. Please introduce yourself. My name is Evandro. I'm the deputy head of the West Africa Sub-Regional Hub for UN Habitat based in Dakar, Senegal. Where are you from? I'm originally from Brazil. What can you say about the forum? What's your impression about the end of the forum? Well, I think all of my colleagues would agree that it was very intense, 6 days of discussions, and the most important outcomes here are the conversations and exchanges we had with fellow professionals and what we learned from the experience of Azerbaijan. Thank you very much. İstəyirəm müsahibimin dediklərini qısaca çatdırım sizə. Bu 6 günlük sessiya dövründə müəyyən şeylər öyrəniblər və Azərbaycanla bağlı təəssüratları da müsbət yöndədir. O, kollegalarla birlikdə burada olmaqdan məmnunluğunu ifadə etdi. Həmçinin buradakı müzakirələrlə Azərbaycanla bağlı təcrübələr qazanmaqdan məmnun olduğunu bildirdi. Hələlik isə mənim çatdıracaqlarım bundan ibarətdir. Söz sizdədir.